Peterin ikinci məktubu. 3-cü fəsil. Rəbbin günü. Sevimlilər, indi bu mənim sizə yazdığım ikinci məktubdur. Hər iki məktubumda təmiz düşüncəli olmağınızı xatırladaraq sizi oyaq tutmaq istəyirəm. Müqəddəs peyğəmbərlərin qabaqcadan söylədiyi sözləri və xilaskarımız Rəbbin həvariləriniz vasitəsilə verdiyi əmri yada salmalısınız. Hər şeydən əvvəl bunu bilməlisiniz ki, axır zamanda öz etirazlarına görə hərəkət eləyən rişxəndçilər gələcək və rişxəndlə deyəcəklər: Rəbbin vəd elədiyi zühuru hardadır? Ata babalarımız vəfat eləyəndən bəri, yaradılışın başlanğıcından hər şey eyni cür olaraq qalır. Onlar qəsdən unutmuşlar ki, Allahın kəlamı ilə göylər qədimdən bəri mövcuddur. Quru da sudan ayrılaraq su vasitəsi ilə yarandı. Yenə də su ilə, yəni daşqınla o dövrkü dünya məhv oldu. İndiki yer və göylər isə həmin kəlamla oda təslim olmaq üçün təyin olunub. Allahsızların mühakimə və həlak olacağı günədək saxlanılır. Sevimlilər, bu bir şeyi yadınızdan çıxarmayın ki, Rəbb üçün bir gün 1000 il kimidir, 1000 il isə bir gün kimidir. Bəziləri bunu gecikmə sayar, amma Rəbb vədini yerinə yetirməkdə gecikməz, lakin sizə görə səbr eləyir. Çünki o heç kəsin həlak olmasını istəmir, amma hər kəsin tövbə eləməsini istəyir. Rəbbin günü isə oğru kimi gələcək. O gün göylər böyük gürültü ilə aradan qalxacaq, ünsürlər yanaraq məhv olacaq, yeryüzü və onun üstündə hər şey ifşa olunacaq. Hər şey belə məhv olacaqsa, siz nə cür insanlar olmalısınız? Müqəddəs həyat sürməli, mömin olmalısınız. Allahın zühur gününü gözləyərək tezləşdirməlisiniz. O gün göylər od tutub məhv olacaq və ünsürlər yanıb əriyəcək. Amma biz Allahın vədinə əsasən salihliyin sakin olacağı yeni göyləri və yeni yeri gözləyirik. Öyüd nəsihətlər. Buna görə sevimlilər, madam ki bunları gözləyirsiniz, Allahın önündə ləkəsiz və nöqsansız olaraq sülh içində yaşamağa səy göstərin. Sevimli qardaşımız Paulun da ona bəxş edilmiş müdrikliyi ilə sizə yazdığı kimi, Rəbbimizin səbrini də xilas fürsəti kimi sayın. Paul bütün məktublarında bu mövzulara eyni cür toxunur. Məktublarında çətin başa düşülən bəzi işlər var. Cahillər və qərarsızlar, digər müqəddəs yazılar kimi, bunların da mənasını təhrif eləyərək öz həlaklarına səbəb olurlar. Beləliklə, sizə sevimlilər, bunu əvvəlcədən bilib pozğun adamlar sizi aldadaraq yoldan azdırmasın və sabit vəziyyətinizdən ayrılmayasınız deyə özünüzü qoruyun. Bununla bərabər Rəbbimiz və xilaskarımız İsa Məsihin lütfündə və onu tanımaqda böyüyün. Ona indi və əbədi olaraq izzət olsun. Amin.